Böyük bir sahənin bir mütəxəssisi mənə müraciət elədi. Orada çoxlu gəlir qazanır, önəmli bir məqamdadır. Növbəti məqam bundan da böyük bir vəzifədir. Adam deyir ki, bir dənə problemim var. Mən auditoriya qabağında çıxış eləyə bilmirəm. İllərdir mənə böyük layihələr verirlər. O layihədə mən həmişə öz müavinimi göndərirəm. 20 nəfərdən artıq adamın qabağında deyir mən çıxış eləyə bilmirəm. Əl-ayağım əsir, dilim topuq vurur. Doğrudan da başım ağrıyır və hərarətim qalxır. Həkimə gedirəm. Bilmirəm ki, bu nəyə görədir. Mən dedim ki, sənin bədənin qorxuva verən reaksiyadır. Çünki sən həmin vaxtı nə düşünürsən? Səmimi ol da. Yəni həmin vaxtın beynimə gələn fikir nədir? Deyir, beynimə gəlir ki, kaş mən xəstələnərdim və mən bu tədbirdə çıxış eləməzdim. Doğrudan da bədən ona reaksiya verir və sabahsı günü, çıxış günü bu insanın hərarəti qalxır. Dəfələrlə yoxlayıb ki, həmişə çıxışdan qabaq nəsə olacaq. Bəzən ayağı burxulur, bəzən olur ki, az qala maşın arxasına düşür, ciddi stres yaşayır. Zəng edib deyir ki, bəs mən tədbirə gələ bilməyəcəm. Bu adam deyir ki, mən həmişə də bu problemlə qarşılaşıram. Mən dedim ki, bu təbii bir reaksiyadır. Sənin qorxular var, içində olan o ifrat təşvişə bədənin verdiyi bir reaksiyadır. Bu növbəti tədbirdə mənə deyiblər ki, əgər yenə də sənin qızdırman qalxsa, səni biz işdən qovacağıq. Bunun başqa bir yolu yoxdur. Əgər həyatda uğur qazanmaq planınız varsa, siz haçansa belə bir həyati dilema qarşısında qalacaqsınız. Ya bu yolu getmə, özünə denən ki, mən kiçik bir kollektivdə işləyəcəm, heç kəs məni tanımayacaq və böyük iddialarım yoxdur. Tamam, sənin üçün ehtiyac yoxdur da bu qorxularınla mübarizə aparmağa. Yox, əgər sən doğrudan bu qorxularla üzləşəcəyin bir kollektivdə çalışacaqsansa, sən mütləq özündən sən mübarizə aparmalısan və birinci bu qorxuları yenməlisən.